Salam, hörmətli izləyicilər. Vətəndaşlar sual verir ki, bəs işləməyən adamlar necə borc almaq olar? Və yaxud sual verir ki, mən 400 manat maaş alıram, amma məhkəmə qərar verib ki, 500 manat almətə ödəməliyəm. Ödəyə bilmirəm, nə etməliyəm? Və yaxud sual verir ki, birinci qrupu, ikinci qrupu, üçüncü qrupu əlvə almətə ödəməlidirmi? Ümumiyyətlə borcu ödəməlidirmi? İşləmirsə nə etməlidirlər? Mən hüquqşünas Zaur Seyidzadəyəm. Həmin əlilliyi olan şəxs kimi öz təcrübəmi sizinlə bölüşmək istəyirəm. Həm dediyim kimi hüquqşünas kimi bölüşmək istəyirəm. Həmin hörmətli izləyicilər, əlil təşkilatın rəhbəri kimi əldə etdiyim təcrübəni sizinlə bölüşmək istəyirəm ki, hansı halda nə etməlisiniz ki, siz işləmədiyiniz halda sizdən yəni ödəniş tələb edilməsinlər və yaxud hansı halda tələb edə bilər və eyni zamanda dediyim kimi 400 manat maaş alırsınızsa, sizdən 500 manat amil tələb eləməsinlər və yaxud 300 manat pensiya alırsınızsa, 400 manat amil tələb eləməsinlər və yaxud söhbət gedir digər borclardan, hörmətli izləyicilər. Qeyd edin ki, bu videonun bir qismi balaca bir 3 dəqiqəlik hissəsini görən YouTube'da short kimi ki, anons olur. Ondan sonra videonun adı üzərində olur, girin oradan tam baxın. Hörmətli izləyicilər və sizdən xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin xəbər olsun. Birinci onu qeyd edin ki, vəkillər sual verirlər ki, bəs mən əlilliyi olan şəxsəm, birinci qrup məndən amil tələb edirlər. Vəkillər deyir ki, bəli verilməlidir uşağa amil. Amma demirlər ki, birinci qrup əlillərin özlərində qarşı tərəfdən amil tanımaq hüququ var. Qanunverici əsasən. Qanunvericidə qeyd olunub ki, birinci qrup əlillə arvad, yəni qarşı tərəfdən amil tala bilər. Bu da ona əsas verir ki, yəni qarşı tərəfdən danışıq aparsa, mediasiyada ki, bəs sən mənə qarşı amil qaldırma, mən də qaldırmayım. Yəni belə bir razılığa gəlmə olub. Mənim təcrübəmdə olub. Hörmətli izləyicilər. Və sonra digər məsələ keçin ki, normal vətəndaşlarla söhbət gedir. Məsəl üçün 400 manat maaş alırsa, 500 manat amil sizdən istəyirlərsə, o belə deyək, eyni amil məbləği sizdən istəyirlərsə, o halda siz iddia verməlisiniz və yaxud qarşılıqlı iddia verməlisiniz ki, sabit amil məbləği yox. Mənə yəni gəlirə görə amil tutulsun. Onu dərhal etiraz ərizəsi yazılmalıdır. Hörmətli izləyicilər, nəzərə alın. Vacib məsələdən biri budur. Qanuna görə qeyd edin ki, birinci qrupu, ikinci qrup əlillər işləməyə bilər. Amma üçüncü qrup və sağlam şəxslər işləməlidir. Bir çox şəxslər bir də görürsünüz ki, məhkəmə qərarı qəbul edir ki, amili ödəmirsə və yaxud digər borcları ödəmirsə, yəni səni həbs edir. Bu halda nə etməlidir? Həmin belə deyək, üçüncü qrup əlillər, həmin normal sağlam şəxslər, hörmətli izləyicilər. Gəlin məşğulluqda qeydiyyata durun, işsiz kimi. Onlar sizə 2 ay, 3 ay, yəni iş təklifi edəcəklər. Yəni seçim qarşısında ola bilərsiniz. Amma 3-4 dəfə sizə təklif edir, işi qəbul etmədinizsə, onda siz təqsirkar hesab olunursunuz. Amma belə normal olaraq iş axtarana qədər yadda saxlayın. Məhkəmə sizdən iş tələb edə bilməsi, gedib işdə pulu ödə. Xüsusilə mən ikinci, üçüncü qrup, birinci qrup əlillər demək istəyirəm ki, Məşğulluq İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Məşğulluq İdarəsi borcludur sizə kvota iş tapmağa. Kvota iş yerdə heç yerdə yoxdur, nəzərə alın. Çox az yerdədir. Uzun müddət tapılmayacaq. Əgər siz də Məşğulluq İdarəsində qeydiyyata durmusunuzsa, siz kimi, o halda sizə məhkəmə qərarına hörmətsizlik kimi tədbir görə bilməzlər ki, sən gedib işləmirsən, borcu ödəmirsən. Əgər yoxsa iş təklif olunursa, imtina edirsə, onda tədbir görə bilərlər. Nəzərə alın. Bir daha qeyd edən ki, kvota iş yerləri əlilliyi olan şəxslərə aiddir. Normal şəxslər təklif edəcəklər. 300 manatlıq, 400 manatlıq iş, 2 dəfə, 3 dəfə, 4 dəfə görəcəklər, imtina verirsiniz, ondan sonra deyəcəklər ki, biz təklif edirik, imtina verir. Onda məsuliyyət daşıyırsınız. Hörmətli izləyicilər, nəzərə alın. Amma əlillərlə bağlı biraz vəziyyət başqadır. Hörmətli izləyicilər, yəni hər işi tapa bilmir əlilliyi olan şəxslər mütləq qaydada. Yəni kvota iş axtardığınız müddətdə birinci və ikinci qrup əlil və üçüncü qrup əlillər məsuliyyətə cəlb oluna bilməz. Onsuz da birinci, ikinci qrup əlillər cəlb olunmur, ona görə ki, onların ya müavinəti olur, hörmətli izləyicilər, ya da pensiyası ondan sonra avtomatik qaydada. Nəzərə alın, başqa bir variant yoxdur orada. Hörmətli izləyicilər, sizdən xahiş edirəm. Mən hüquqşünas Zaur Seyidzadə, özüm əlilliyi olan şəxsən, yəni əlillik arabasındayım. Əziz çəkib sizi marifətləyirəm. Siz də heç olmasa kanala abunə olun.
Hal-hazırda mənə 4400 abunə lazımdır ki, yəni mən YouTube kanalına belə deyək 10.000 abunə yığım. Yəni mən başa düşürəm, sizin imkanınız yoxdur ödəniş eləməyə, məsləhət alırsınız, ödənişsiz, hörmətli izləyicilər. Heç olmasa bu abunə olun ki, YouTube mənə ödəniş yazır. Hal-hazırda görsənir ki, orada 16 dollar var. Yəni 100 dollar olsun ki, YouTube mənə ödəniş yazır qaydalara görə. Ona görə sizin dəstəyə ehtiyacım var, hörmətli izləyicilər. Bunu əlavə qeyd edin ki, mənim şotla birlikdə 1700-dən artıq videolarım var. İstər pensiyanla bağlı olsun, istər amətlə bağlı olsun, istər sosial yardımla bağlı olsun, istər uşaqla ünsiyyətlə bağlı olsun, istər vərəsəyi ilə bağlı olsun, istər əməkdaşın bölgüsünə bağlı olsun, istər bank kreditlərinə bağlı olsun. Hörmətli izləyicilər, yeri gəlmiş orada qeyd edin ki, bu dirilən borcla bağlı məsələ, yəni bank kreditlərinə də aiddir. Hörmətli izləyicilər, nəzərə alın. Yəni kim istəsə qeyd olunan telefon nömrəsinə məsləhət ala bilər. Fərdi qaydada məsləhətin verilməsi istər telefonla, istər əyani 10 manatdır. YouTube kanalına abunə olan şəxslər üçün. Hörmətli izləyicilər, bunu əlavə ərzələrdə yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Bu müraciət edə bilərsiniz. Hörmətli izləyicilər. Amma dediyim kimi dəstək üçün videonu bəyənin, daha çox şəxsin bu barədə xəbər olsun. Hörmətli izləyicilər, sizin dəstəyinizə ehtiyacım var. Xüsusilə mən bu müraciəti edirəm bütün vətəndaşlarla yanaşı əlilliyi olan şəxslər və ailə üzvlərinə dəstək ola birimizə. Heç olmasa bu 3400 abunəni yığaq, 10.000 olsun. Hörmətli izləyicilər. Bir də xahiş edən kim baxırsa, videodan faydalanırsa imkan daxilində iyanə etsin kanala, qeyd olunan kart nömrəsinə. Diqqətinizə görə sağ olun. Sağ olun, hörmətli izləyicilər.